Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Tələbələrimizdən Quran-Kərim dinləyərkən bəzən ra hərfinin həddən artıq təkrarlanmasını eşidirik. Misal olaraq, Bismillahirrahmanirrahim. Ra hərfi burada həmin bu Bismillahirrahmanirrahim sözündə baxmayaraq şəddəli gəlib, lakin bunu 3, 4 və ya 5 dəfə təkrarlanması bəzən yol verilir. Və bunu da məxrəci göstərmək üçün, məxrəci izah etmək üçün, göstərmək üçün deməli bu xətalara bəzən yol verilir. Lakin bilmək lazım ki, ra hərfi şəddəli olarsa, əgər mütləq bir şəkildə onun təkrarlanması düzgün bir şəkildə ifadə olunmalıdır. İmam İbnül Cəzəri buyurur ki, وَأَخْفِ تَكْرِيرًا إِذَا تُشَدَّدُ. Ra hərfi şəddəli gələrsə, onun təkrarına diqqət et, təkrarlanmasına diqqət et. وَأَخْفِ تَكْرِيرًا إِذَا تُشَدَّدُ. Yəni, Bismillahirrahmanirrahim yox, Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Ər-ra, ər-ra. Və bunun da məxrəci nədir? Dilimizin ucunu həmin ra'nın məxrəcinə, yəni deməli yuxarı damaq hissəyə toxundurub saxlamaq olmaz. Toxundurub çəkmək lazımdır. Ər-ra, ər-ra. Yəni orada həmin yerdə dilimizi saxlasaq, o zaman ra hərfi təkrarlanacaq və düzgün tələffüz olunmayacaq. Yəni Ər-Rahmanir-Rahim deyə tələffüz olunacaq. Diqqət yetirək, ra hərfi şəddəli gələrkən 2 dəfə təkrarlanır. 2-dən artıq təkrarlanması düzgün deyil və keçmiş qiraət alimləri bu haqda danışıblar. Bir daha təkrar edirəm. Və əxfi təkriran İdə tüşəddədu. Ra hərfi şəddəli gələrsə, onun şəddələnməsinə diqqət et. Esselamu aleykum və rəhmətullah.